Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Teze bir vlog başlayıram. Bugün bayırda mühteşem hava var. Məndən xəbərsiz Temudan mənə 2 dənə məhsul gəlib. Əvvəl hədiyyə olduğunu düşündüm, amma sonra başa düşdüm ki, yox, ödənişimi kartdan çıxardıblar. Özüm seçmeye fürsətim olsaydı bunun rozovu rəngini götürərdim. Amma bunu göndəriblər. Və belə bir daraq, 2 dənə də balaca zakolkam. Gəlin bunu sınayaq, ümumiyyətlə işləyir ya yox. Sıraya gün mamanın bağlanması gəldi. Demək olar ki, məhsullar hamısı mamaya aid olduğuna görə sizin üçün videoda göstərmədim. Açarkən isə bu bacılar şok yaşadım. Gördüm ki, mən sifariş eləmədiyim 2 məhsul var bağlamanın içində. Elə bildim ki, hədiyyədir. Açdım telefonda sifarişinə baxdım. Gördüm ki, bu 2 məhsul sonra əlavə olunub sifarişə. Bu da necə olur? İndi başa salacağım sizə. Təzə sifariş vuranda hələ ki o bağlama yığılmayıb, göndərilməyib, siz yenə o sifarişə nəsə əlavə edə bilərsiniz. Səbətə əlavə et düyməsinin yerində olur bağlamaya əlavə et. Yəni ki, birdən siz sifarişi vurmusunuz, sonra 5 dəqiqə, 10 dəqiqə sonra hansısa bir məhsulu görürsünüz endirimdə, onu da sifariş eləmək üçün sırası bir bağlamanın içində gəlməsi üçün nəzərdə tutulub bu funksiya. Paket kuponlardan, promo kodlardan sizə tövsiyə elədi. Hamısına mama da istifadə eləsin deyə. Daha doğrusu mənim telefonda vaxt keçib, amma mamanın telefonunda mənim linkdən Temunu yükləyərək hamısından istifadə eləmək məqsədi ilə bu sifarişi mən qəsdən mamanın telefonuna elədim. Application-da isə mənim kart nömrəm bağlıdır və mama heç fikir vermədən bu 2 məhsulu birbaşa səbətə əlavə eləmək istəyib, amma bağlamaya əlavə edib. Özü də deyir, bu saç körlərə mən heç sifariş eləmək istəmirdim, prosta səbətə əlavə eləmək istirdim ki, sonra sənə göstərim. İkinci məhsul isə paltardır, axşam sizə göstərəcəm. İndi prosta onu ütüləmək, geyinmək vaxtı yoxdur. Amma belə heç peşman deyiləm. Bu saç körləri özü məcburən gəlib mənim olub. Mən seçməmişəm, amma çox gözəldir. Sanki saçları hörüb yatmısınız, amma iri-iri hörüklərdir. Və yatıb duranda daha səliqəsiz alınır. Burada isə super. Gözəl həcmli saç düzüm olur. Biraz da lak da əlavə edirəm ki, daha çox qalsın. Düzdür, vaxt biraz çox gedir. Bu saç düzümə misal üçün 20 dəqiqə vaxtım getdim. Amma nəticəni o qədər bəyəndim ki, məncə dəyər. 2 rəngi var. Həm bu rəng, həm də ki rozovu. Qiyməti isə hər ikisini 25 manatdır. Mənim fikrimcə uzun saçlar üçün daha gözəldir, amma yenə də. Birdən kiməsə lazım olsa, burada sizin üçün artikulu da yapışdırıram. Bugün çox güman ki, axşam Temudan özüm üçün qəşəng orqanayzerlər böyük sifariş edəcəm paltarlar üçün və qış geyimləri hamısını buradan yığışdırmaq lazımdır. Nədənsə heç özüm də bilmirəm, amma bu il sarı paltarlara qarşı xüsusi bir sevgim var. Ona görə bu dəsti geyinəcəm. Çox qısa və gözəl belə bir topikdir və uzun ətək. Bu dəsti mən 5 il bundan əvvəl almışam və hələ də geyinirəm və qardırobumda köhnə paltarlar doludur, hansılar ki xoşuma gəlir, sevinə-sevinə geyinirəm. Bu ətəyi biraz aşağı salmaq da olar, amma mən belə xoşlayıram. Biraz görsənsin göbək və kifayətdir. Bugün biz piknika gedirik Sarxanaçka ilə birlikdə. Son zamanlar biz o qədər yaxın olmuşuq, gün boyu yazışırıq. O qədər ürəyi təmiz, gözəl insandır, siz təsəvvür edə bilməzsiniz. Və sanki birinci gündən bilirdi ki, bizim xasiyyətlərimiz tutacaq. Yəni ki, sanki hiss edirdi ki, bizim söhbətimiz tutacaq, yaxşı olacaq. Nə qədər vaxtdır səbəti sifariş eləmişəm, gözləyirik ki, havalar düzəlsin ki, gedib bir gözəl piknik eləyək. Evimin yanında bir gözəl park var. Orada həm katamaran, həm başqa əyləncələr. Bir sözlə mən Sarxanaçka və Bagoş gedirik piknik eləməyə. Əvvəl planlaşdırırdıq ki, evdə nəsə hazırlayaq. Hətta hazırlayarkən sizin üçün kontent də çəkmək istəyirdim. Sonra fikirləşdik ki, hələ parkın içinə Papa John'sdur ya da ki başqa pizza, dostavka sifariş edə bilərik və isti-isti orada yeyərik. Qızlar, yaxşı yağlı ağ karandaş axtarıram. Bilən varsa yazsın, hardan almaq olar. Bu Miss Tyson'dır, o qədər də gözəl deyil. Güclə yayılır. Az qala gözümün içi çıxır. Fərqini görürsünüz. Ağ karandaş tətbiq edəndə göz daha böyük görsənir. Son zamanlar dərimin vəziyyətindən o qədər razıyam ki, heç abartılı makyaja ehtiyac yoxdur. Bir balaca duş, tonalni, vse. Bijuteriya olaraq bu sırğaları taxmaq istəyirəm.
Tələsməyib yavaş-yavaş hazırlaşanda elə həzz alıram bu prosesdən. Bu da mənim şirin və minaj səbətim. Bir balaca böyük olsaydı nə gözəl olardı. Bunu mən qızlar temadan sifariş eləmişəm. Hətta bir vlogda sizə göstərmişəm. Çox şey götürmürük çünki orada sifariş eləyəcəyim. Patron tumlar, xrustim suxariklər, 3 dənə fərqli bulka götürdüm. Biri mənim üçün, biri sarxanaçka, biri isə vagoş. Vagoş üçün belə xırda şirniyyatlar da götürdüm. Ən sevdiyim Molochnaya Lomtik, Barni və Kinder Joy. Əslində şirniyyatları sarxanaçka götürməliydim, amma yenə də götürdüm bunları da. Və qızlar banan aldım. Bilmirəm bunlar hamısı bu balaca səbətin içinə yerləşəcək ya yox. Yalnız bananlar yerləşmədi, amma başqa sumkanı da götürəcəm. Axırda isə bananlar tam yadımdan çıxdı, evdə qaldım. Çox yüngüldür çünki içində heç nə sığışmır. Demək olar ki, dekorativ bir şeydir də. Yəni ki, şəkil çəkdirməyə və yaxud prosta gedib bir çay içmək istəyirsinizsə açıq havada bunu götürmək olar. Yerə sərmək üçün belə bir süfrə fason xalçada sifariş eləmişdim. Xüsusi pikniklər üçün bunu da özümlə götürürəm. Məni Instagramda takib edənlər artıq bilir. Çoxdandan istədiyim ətir nəhayət ki gəlib çıxdı və Trendyoldan bunu sifariş eləmək daha ucuza başa gəlir. Antonio Banderas'ın Her Secret seriyasından belə bir ətir aldım. Əvvəl notalara baxıram. Əgər mənə uyğundursa, mən istədiyim qoxudursa sifariş edirəm. Çox gözəldir və 80 millidir. Hava istidir. Həm də ki, mənim heç lookuma uyğun deyil bu qofta. Amma mamıçka məcbur elədi ki, yox deyir, mən səndən inciyəcəm, sən bunu götürməsən. Məcbur olaraq özümlə daşıyıram. Gəlməyinə gəlmişəm, amma təəssüf ki, çox tez gəldim. Yarım saat tez. Eybi yoxdur, oturaram biraz, reylərə cavab yazaram. Çünki bugün vlog paylaşmışam. Huligan. Bilirəm ki, bu mikrofonun səsini siz çox da bəyənmirsiniz, amma çarəmiz yoxdur. Biraz hava küləklidir. Ona görə adi çəkəndə bundan da bərbad olur səsi. O gün mamıçka mənə təklif irəli sürür ki, ay qonsuz da sənin vaxtın yoxdur reylərə bir-bir cavab yazmağa. Gəl sən mənə öz parolu ver, mən bir-bir hamıya like qoyum. Kim ki sənə gözəl reylər yazır, cavab yazım, insanlar görsünlər ki, onlara da sən yetərincə diqqət yetirirsən. Əslində bəzi blogerlər belə eləyirlər, çox böyük kütləsi olanlar, hətta insan, assistent tuturlar ki, bir-bir cavab yazmağa hamıya. Amma mən düşünürəm ki, bu çox da ədalətli deyil. İnsan düşünür ki, sən ona cavab yazırsan, amma halbuki random bir assistent ya da ki, sənin maman, qohumun ona cavab yazır. Ona görə bugün istəyirəm axşam evə gəlim və vlogun altında olan reylərə bir-bir hamısına cavab yazım. Bu mikrofonla olanda mən hər zaman rahat oluram ki, görəsən yazıldı, görəsən alındı. Baxıram, 5 dəqiqədən bir yoxluyuram. Elə gözəl hava var. Vaxtını düzgün hesablamadan mən yarım saat tez gəldim. Rəfiqəm isə yarım saat gecikdim. Beləliklə əlimdə 1 saat vaxt var idi. Və sizcə mən vaxtını boş-boş sərf edə bilərəm. Biraz oturdum reylərə cavab yazdım. Sonra isə vlogun bu hissəsi buraya qədər. Hamısını montajladım. Sadəcə üstündən səsləndirmə qalmışdım. Vaxtını düzgün bölə bilsəz gün ərzində çox şey çatdıracaqsınız. Bu qızın gözəlliyi, bu qızın looku. Bugün çox bəyəndim Sarxanənin görünüşü. Sabah mən də belə roza kostyumçik alsam bilin. İdeya hardandır. İndi yer tapmışıq biz. Bura sərmək istəyirik. Ən rahat yer buradır. Dənizdə görürük. Hə, biraz yuxarı qalxdıq. Mən aşağıda oturmuşdum bayaqdandan. Amma Sarxanə dedi ki, buradan dəniz görsənir. Mənzərə daha gözəldir. Bu arada qızlar sizdən çox xahiş edirəm. Əgər mənim kanalıma abunə deyirsinizsə, mütləq abunə olun. Yaxşı oturum. Səbətin içində yerləşdirilən elə buldum. Gəl sizə biraz süfrəmizi göstərək. Amma əsas məsələ pizza sifariş eləyəcəyik. Buluçkalar. Mama. Aya. Affedeme olmadı. Kuşiti, mister. Mr. Bean. Kuşi.
Mr. Beast. Blogerlər hamısı bu kukuruz haqqında videolar çəkirlər. Mən də çəkmək istirdim əslində. Bunun içində çox gözəl iqruşka düşür. Baxın bunun sayısına 2 manata yalnız bu iqruşkanı ala bilərsiniz. Onu yox. Amma içində kukuruz da var. Üstəki dadlı kukuruzdur. Bu dəfə mən termosu getirmədim. Çünki Sərxanıçqa deyir ki, məndə belə böyüyü var. Çay içəcəyik, sonra da sok içərik. Amma belə çayı mən xoşlamıram. Burada güya kamera hər ikimizi çəkir. Sonra gördüm ki, mən heç yaxşı düşmürəm. Papa John's'dan sifariş eləmişik pizza zad. İndi gözləyirik. Papa. Sifarişimiz gəldi. Təəssüf ki, lap sizin yanınıza gətirmirlər. Parking olan yerə gətirir kuryer. İndi aşağı düşüb onu tapmaq burada bir questdir. Sonra abratla həmin yeri necə tapacam bilmirəm. En dadlı pizza mən düşünürəm ki, Papa John's'dandır. Həm də ki, qəşəng setlər olur. Çox sərfəli. Bir set götürdü və bir dənə əlavə pizza bagoş üçün. Bu bagoşun pizzasıdır. Məncə yox, bu setə aid. Нет, колбасалы пепперони. Bu pepperoni. Bu bagoşa. Bagoş bu sənin. Ən sevdiyim bu marka. Ay, bu pizza. Gözün balacaymış. Çox balacadır. Çünki yaxşı ki onu sifariş elədiyi heç olmasa. Və bu. Ən sevdiyim bu. Hə, bunlar çox qəşəng olur. Bu setin qiyməti 13.50, 13.90. Hə, hamısı bir yerdə 22 nə qədərsə. 22 nə qədərsə bunlar. Belə, bizə nuş olsun. Əsas səbəti praktikliyə görə yox, şəkillərə görə sifariş eləmişdik və çox gözəl şəkillər alındı. Bir anlıq şok yaşadım. Mənim yanıma izləyicim gəldi, hansı ki mənim birinci kanalımı izləyirdi. Birinci kursda oxuyanda mən o vaxtlar kanal açmışdım və çox təəssüf ki, o kanal uğursuz oldu. O vaxtlar 300 izləyicim var idi və mənə bir insanı yazdım. Dedi ki, YouTube'dan pul çıxartmaq üçün mütləq partnyorski proqramaya qoşulmalısan. Mən də həmin insana inandım və o dediyi addımları hamısını elədim. Ağlıma gəlmədi ki, bu insan nəyinə lazımdır pulsuz mənə nəsə öyrətsin ya da ki, kömək eləsin. Sonra biraz təcrübə yığandan sonra maraqlanmağa başladım. Ümumiyyətlə nəyə qoşulmuşam. Öyrənəndən sonra şok yaşadım. O partnyorski proqrama mən 50% öz gəlirimi verməliyəm onlara. Daha doğrusu sразу çıxılıb sonra mənə pul verilir. Yəni ki, hər ay mən 50%-i onlara verməliyəm. Bunu biləndən sonra o kanalı inkişaflatdırmağa ümumiyyətlə həvəsim söndü. Bunu mənə qoşan insana yazdım. O da dedi ki, yox, sən bunları hamısını bilməliydin. Bu proqramdan sən çıxa bilməzsən. Bu söhbət ümumiyyətlə uzundur. Əgər sizə maraqlıdırsa, niyə görə mənim birinci YouTube kanalım uğursuz olub, bir videoda ətraflı sizə bir danışacağam. Kimə maraqlıdırsa, mütləq rey bölməsində yazın. Ümumiyyətlə sizə təmənnasız, hardasa neysə kömək eləmək istəyən insanlara qarşı biraz şübhəli olun. Bilin ki, o insan sizə demədən nəsə bir xeyri var bu işdə. Evə gözəl oturmuşuq, heç adam evə getmək istəmir. Amma yuxu biraz aparır bizim. Çox qəşəng. Kitab da olsaydı vəbşi süper olardı. Amma o qədər bugün izləyici gördük. O qədər. Hamı buradadır. Hamı buradadır məncə. 170 min hamısı buradadır. Sərxanə mənə hər zaman deyir ki, vloqları biraz uzun elə, çox kəsirsən. Mən də deyirəm ki, sıxıcı olur axı. Deyir, Mən xoşlayıram. telefonu deyir götür, danış deyir. Danış, maraqlı nəsə danış. Mən qabıya baxıram. Mənə elə gəlir ki, mən sırf belə telefonu götürüb söhbət eləsəm, sıxıcı gələcək. Nəsə göstərə bilərəm. Misal üçün bu çantanı göstərim sizə. Sərxanıçqanın çantasıdır, çox xoşuma gəldi. Ola bilər ki, bacınız da buna bənzər bir çanta alsın özünə. Rəngi möhtəşəmdir. Baxın, belə göstərə bilərəm nə isə. Amma prosta telefonu götürüm, mənə elə gəlir ki, insanlar sıxılır və qabağa verirlər. YouTube'da da belə bir şey var ki, əgər sizin videonu biraz da olsa qabağa versələr, всё. Sizin удержание, как на азербайджанском сказать удержание? Bilmirəm bunu, amma yəni ki, qabağa verəndə çox pisdir YouTuber üçün. Ona görə çalışıram, mümkün qədər sıxıcı olmasın. Bir xanım gəlir, ağlayır. Görəsən nə olub? Bu gözəl günümüz. Baka. Boş səbətlə uca qayıdıram abratına. Çox gözəl vaxt keçirdik. 50-ci dəfədir deyirəm mən bunu. Hava da yaxşı idi.
Pişkom gedirəm evə. Çünki yaxın qalıram. Arada kızlar belə bir ördək almaq istəyirəm evə. Sonra qorxam ki, peşman olaram. İndi çox yumşaq və maraqlı görsənir. Gəldim evə, özüm üçün çay qoydum və bunu göstərməyi istədim sizə. Yadınıza gəlirsə, keçən vloglardan birində biz Sarxaniçka ilə getmişdik içəri şəhərə, bir məkana. Orada stəkanların üzərində risunkalar çəkmək olurdu. Bunu da ona bənzər bir məkanda eləmişdik Padruşka ilə. Və həmin gün çox böyük depressiyada idim. Keyfim heç yox idi. Bunları hazırladım və boşqabın üstündə yazdım ki, все будет ok. Amma o məkanda biz deyəsən 35 manat pul ödəmişdik. Amma keçən dəfə getdiyimiz yer cəmi 25 manat idi. İndi çay hazırlayım özümə. Piknikdən qalanlarla gülvari atışdıraq. Biraz özümə gəlim. Çipslər qaldı. Bunları heç sumkadan çıxartmadım. Yadımdan çıxdı. Və banan. Biraz istirahət edeyim və davam. Bayaq sizə danışdım. Ümumiyyətlə istəsəz ətraflı bu barədə video çəkib bir başa salacağım. Ümumiyyətlə əgər siz youtubersinizsə və tanımadığı bir insan təmənnasız olaraq sizə kömək edirsə, şübhə yaranmalıdır sizdə. Ya da ki deyir ki, hansısa bir linkə daxil ol, nə bilim neyinə, ümumiyyətlə sizin kanalını maşenniklər uğurlaya da bilər. Ona görə çox diqqətli olun. Lubu linkə girməyin. Əgər görürsünüz ki, şübhəli bir şeydir, kimləsə məsləhətləşin. Ona görə mən birinci kanalım çox təəssüf ki, məndə alınmamışdı. Əsas səbəbi isə o idi. Sonra kompüter xarab oldu və sonra 3 il sonra 4-cü kursda təzədən başladım Mayka Emili kanalıma, amma rus dilində. Birinci kanalım isə Azərbaycan dilində idi. 300 izləyicim var idi və təəssüf ki, bağlanmaq məcburiyyətində qaldım. Siz isə qızlar diqqətli olun. Və sizcə YouTube'da kimə baxıram? Mr. Beast'in son zamanlar fanatı olmuşam mən. Gedəndə tələsirdim və bunu tam sizə göstərə bilmədim. İndi ütüləyib göstərəcəm. Razmer olaraq yaxşı ki S oldu. Mənim razmerimdir. Siz olmadan mən uca baxmışam, hətta premyerkada eləmişəm. Amma sizin üçün də ütüləyib daha ətraflı göstərəcəm. Əsas müsbət cəhəti ondan ibarətdir ki, materialı çox da nazik deyil və iç görsənmir. Eyni zamanda qalın da deyil. Əsl yaylıq. Çox güman ki, sabah yox, biri gün biz rayona gedəcəyik. Tam orada geyiniləsi paltardır. Mənim ümumiyyətlə 4-5 dənə paltar var, hansılar ki uzundur və bağlıdır və həmişə onları rayonda geyinirəm. Hardasa 4-5 ildir ki, sırf rayona gedəndə orada geyinirəm, amma istəyir ki, qonşular elə düşünəcək ki, sənin başqa paltarın yoxdur. Var, doludur, amma rayonda kənddə geyiniləsi deyil. Bilmirəm, bəlkə şey yığarkən də sizin üçün ayrı bir vlog da çəkəcəm, mütləq kənddən də çəkəcəm sizin üçün nəsə bir kontent. Son zamanlar ümumiyyətlə çox həvəsliyəm, çünki izləyici sayım çox alır, videolarım yaxşı izlənilir. Tək bloqinqdə deyil, lüboy sahədə elədi. İşlər yaxşı gedəndə adam həvəsə düşür və daha da çox iş görmək istəyir. 180.000 olduq. Çox sağ olun. 200-ə doğru gedək. Sizdən çox xahiş edirəm. Əgər məni izləmədən daimi olaraq mənim videolarıma baxırsınızsa mütləq abunə olun. Üzərimdə isə paltar belə görsənir. Düşünürəm ki, hamilə xanımlar üçün də çox gözəl bir modeldir. Tikişləri mükəmməldir, iç görsənmir, həm də ki qiyməti də çox münasibdir. Deyəsən 18 manatadır. Uzunluğu da optimaldır. Nə qısa deyil, nə də ki aşırı dərəcədə uzun. Mənim boyum qızlar 1.67-dir, çəkim isə 55 kiloqram. Gələn kimi sразу Instagrama təzə şəkilləri yüklədim. Çoxlu kompliment əldə elədim və fikirləşdim ki, ümumiyyətlə arada fotosessiyalar eləmək lazımdır özünə. Ona görə fərqli looklar lazımdır və bu kostyumçiki sifariş elədim. Sizə demişdim də bijuteriyaları son zamanlar çox sevirəm. Belə sırğaları da götürdüm. Narsı alandan sonra başa düşdüm ki, kolleksiyamda ümumiyyətlə konsilerlər yoxdur. Mislinin ən açıq tonda bu konsileri götürdüm. Və bu milyon dəfə səbətə əlavə eləmişəm, sonra silmişəm, endirimə düşmüşdü, o aralar almadım. İndi isə aldım, optimal razmeridir. Düşünürəm ki, çox şeylə kombin eləmək olar, həm də ki, rəyləri çox yaxşı idi. Bilmirəm, yaxşı olacaq ya yox, hər yerdə prosto 15 manatadır. Burada gördüm 6 manata ev üçün belə ətirlər var. Yaxşı olsa yenə sifariş edəcəm, hələ ki yalnız biri götürmüşəm. Mukbankları da unutmuram. Fərqli qablar mənə hər zaman lazımdır. Yalnız birini götürdüm, çünki razmeri də çox da böyük deyil. Diametri 16 cm-dir bunun. Videoda mukbankı nəzərdə tuturam. Onu təqdim eləmək üçün belə bir stəkan da götürdüm. Düşünürəm ki, bir yerdə qəşəng bir süfrə alınacaq. Ümid edirəm ki, bunlar heç olmasa sınmaz.
Bu günlük isə bu qədər qızlar. Yekunlaşdırıram. Çünki indi oturub montajlayacağım çəkdiklərimi. Əgər siz bu vlogu bəyəndinizsə, daimi olaraq mənim videolarıma baxırsınızsa, çox xahiş edirəm sizdən abunə olun. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Bakalım.